bu üçün digər dağ meşələri niyə ot tutub dəqiqən dəlailinə nədir? Hətta dəlail əmdi də mətrəh ola bilər. Be xatir bu üçün məntəqə çox qənidir. Bir qisməti sərvəti də be xatir mənabedir, be xatir məadindir və təbiətən dəstəsi bu məadinə əvvəlin işi gərək görülə budur ki, zəncəl həsf ola. Meşəli həsf ola. 100 seri mən bunlarda çay qoymuşam. Niyə yanmayıb? Heyvan otarmışam. 500 qoyun otarmışam. Azı 100 dənə inək otarmışam. Camış otarmışam. Keçi otarmışam. Niyə yanmayıb ki, bu indi yanıb? Bunu bir kəmdən od deyiblər ki, İbrahim Bəcli burada əziyyətdə çəksin, çıxsınlar, getsinlər. Heyvan saxlamasınlar. Çətindir burada da zindigi eləmək. Səhər çöçüb gedəndə deyəcəklər, Tehran şuluqlaşdı, Təbriz şuluqlaşıb. Çünki belə ittifaqlar düşək ki, biz çəkilib çıxıb gedirik. Bizim kəsb dərəmədimiz bu meşələrdədir. Heyvan otarırıq. Çətin olub biraz. Bəzi adamlar eşitmişəm, malların sat, heç çıxa gedə Tehrana, Təbrizə, ayrı şəhərlərə. Bu nə olsun yəni? Çox çətindir. Xahiş eləm məhsullardan ki, yetişsinlər. Hətta bir paskatdan, məmurdan, moizisdən qoysunlar ki, çox çətin olub. Ağaçların hamısı beyindən gedir. Olmadı ki, bu iş. Çox çətindir. Allah buna zülm eləsin yandıran, kül olsun görün belə. Daşlar da patlayıb alavın odundan. Alav göyə gedəydi bunlardan. Nala çəkəydi, her heyvan qışqırışıydı burada. Aydan, canavardan, çəqqəldən. Bir vəzə qalıb ki, bunlar. Əslən nə deyim, ilan gördüm ki, yanıb kül olmuşdu burada. Beyindən gedibdi. Həmə cürə bunlarda heyvan vardı. Hər nə cür xoşun gələn heyvanacan buralarda vardı. Cəngəli heyvan çox odur bunlarda. Vəhşi heyvan çox odur. İndi ağacın vəzi budur. Bu səqqız ağac. Əl altı etsən, belə yerdən yoxdan olur ağac. Çətin olub bunlar. Bəli. Bunlar hamısı kül olub. Torpaq qayırıb, qavrılıb da kül olub. Bunlarda o qədər gül, gözəl heyvanlar vardı. Hamısı yanıb beyindən gedib. Ağaca əl atırsan, bir dənə göy ağac gəlməyəli var. Çətin olub.